Tarihin sinəsində yas tutar 26 Şubat gecəsi, zalim ermənilər zulm ilə kəsdi başlarını Xocalıdakı sakinləri. Nadiyə etsələr də duyulmadı Azərbaycan səsləri, mahzun qaldı Qarabağlar Xocalı şəhəri. Aylar gəlib getsə də unutmaz heç kimsə 92-ci sənəyi, kafir ermənilər qətl etdi Xocalıda yaşlı gənc yeni doğan bəbəkləri. Nadiyə etsələr də duyulmadı Azərbaycan səsləri, mahzun qaldı Qarabağlar Xocalı şəhəri. Yoxdur bu dünyada ermənilərin yaşanacaq yeri, tüm çağların yüz karasıdır ermənilərin Xocalıya soykırım girişi. Nadiyə etsələr də duyulmadı Azərbaycan səsləri, mahzun qaldı Qarabağlar Xocalı şəhəri. Filistin Qazzəyə bənzər Xocalının hər bir yeri, analar qucağında soldu kar dələn gülləri. Nadiyə etsələr də duyulmadı Azərbaycan səsləri, mahzun qaldı Qarabağlar Xocalı şəhəri. Yok mudur yarın mənlərin uzatacaq biriləri, ağıtlarda kayboldu Xocalıda şəhidlərin günəşi. Nadiyə etsələr də duyulmadı Azərbaycan səsləri, mahzun qaldı Qarabağlar Xocalı şəhəri. En sonunda dindirdi acıları Azərbaycan kahraman askerleri, zaferiyle coşturdu iki devlet bir milleti. Duyulsun artık Xocalıda ezan sesleri, bir daha mahzun kalmasın Xocalı şehri. Hepinize teşekkür ederim.